Bizim çıxdığımız bu uğurlu yolda bizim üçün əsas olan bu uğurlu yolun qazanılmasında, bu şirkətin bu müddət ərzində inkişafında əsas məqsəd birinci növbədə düzgün iş praktikasını qurmaqdır. İş taktikasını düzgün şəkildə həyata keçirməkdir. Bu çox önəmlidir. Bir işdə uğurlu olmaq istəyirsinizsə, bir işdə təbii uğur qazanmaq istəyirsinizsə, əsas məqsəd o uğurda düzgün işinizə düzgün kadro ilə başlamaq. Adım Şahamardır, 43 yaşım var. Azərbaycanda Dekor Dizayn Qrup şirkətini 2008-ci ildə ailə şirkəti olaraq qurmuşuq. 2008 sənəsindən öncə, bizim ondan öncə iş fəaliyyətimiz bir şirkətdə, Türkiyədə bir şirkətdə, Bekastant deyə bir şirkətdə, ilk başladığımız fəaliyyətdə sadəcə bir satıcı eleman olaraq başlamışdım bu işə. Orada öyrəndiklərimiz, orada bizə öyrədilənlər təbii bizim üçün çox bu işi qurmağımızda birinci əsas məqsəd oldu, əsas prinsip oldu və biz orada öyrəndiklərimizi, orada qazandığımız deyəlim ki, oradakı birikimləri başladıq özümüz üçün Azərbaycanda tətbiq etməyə və bu bizə ilk başda eleman olaraq başladığımız bir iş, sonradan böyük bir şirkət halında bugünkü gün çox şükür Allaha 65 çalışanı ilə böyük bir şirkətə dönüşdürdük. Bu da ən önəmlisi bizim düzgün, kalitəli bir ekip qurmağımız və ailə şirkətinin olmağı da bunun üçün ən böyük önəmi idi. Mağazamızın açılmağının əsas məqsədi buradakı məhsulları müştərilərə yaxşı şəkildə çatdırmaq, göstərmək, onlara daha yaxşı şəkildə hizmət eləmək üçün bu mağazanı qurduq, yaratdıq və bunun tərkibində bildiyiniz kimi Dekor Dizaynın qrup şirkətinin tərkibində hal-hazırda qurduğumuz Dekor Light markası da var. Bu Dekor Light markası da nədən ibarətdir? Daha çox mağazalarda istifadə olunan professional işıqların, işıqlandırmanın həyata keçirilməyidir. Bu da bizim üçün önəmli idi. Bunun üçün təbii şəhərin mərkəzində yaxşı bir sərgi salonuna ehtiyac var idi. Ehtiyac duyulduğu üçün də biz bu sərgi salonunu açmaqda məqsədimiz də Dekor Light'ı daha yaxşı şəkildə müştərilərə çatdırmaq, onlara daha yaxşı şəkildə bu məhsulların göstərmək, sərgiləmək. Bunlar bizim üçün əsas məqsəd idi buranı açmağımızda. Amma nəticə etibarilə çox şükür Allaha bu günə qədər keçdiyimiz proseslərdə, keçdiyimiz müddətdə müştəri məmnuniyyəti çox yaxşı şəkildə qarşılayır, alırıq. Bu bizim üçün dəyərlidir və məhsulların keyfiyyəti gələn müştərilərdən bizim önəmli olan gələn müştərilərdən aldığımız o ilk tepkidir. Bu şirkətin əsas iş prinsipidir. Müştəri gəlirsə, əgər bura sizin məhsulunuzu, sizin işinizi, sizin xidmətinizi bəyənirsə, bu demək ki, sizin getdiyiniz yolda uğurdur. Bu əsas məqsəddir. Və mən düşünürəm ki, burada aparılan ilk başlardan bu günə qədər apardığımız yol izlənimlərdə müştərilərin %90'ı bizim işimizdən, məhsullarımızdan və ən önəmlisi xidmətimizdən məmnun qalır. Bu təbii bizi sevindirir, bizi daha ruhlandırır, irəliyə doğru daha inamla addımlamağımızı bizə bir növü təkan verir. Məqsədimiz ilk başlarda yaxşı şəkildə şirkətin inkişafında kalitəli məhsul, düzgün xidmət və yaxşı şəkildə görəcəyimiz işləri müştəriyə tanıtmaq idi. İlk başda qurulanda təbii şirkətin öz gücünə görə 4 nəfərlik bir ekiplə başladıq bu işə. Başladığımız işdə bizi uğurlu edən sadəcə gördüyümüz işdən özlüyümüzdə aldığımız o ilham və o zövq idi. Bütün işlərimizi ilk növbədə müştəri qazanmaq üçün, müştəriləri daha yaxşı şəkildə məmnun etmək üçün ilk növbədə məqsədimiz kalitəli məhsulun istehsalı idi. Bu bizim üçün çox önəmli idi. Kalitəli məhsul istehsal etdiyimiz üçün, daha yaxşı müştərilərə tanıtdığımız üçün və müştərilər bundan məmnun qaldığı üçün
İstər-istəməz bizi bu günə inkişafa gətirdi, çıxardı. İkinci bir tərəfdən insanı uğura aparan əsas məqsədlərdən də biri bunu zamanında və düzgün şəkildə həyata keçirdiyiniz sizin işlərinizin kalitəli və istər müştəri cəhətdən, istər insan resursları cəhətdən düzgün seçimidir. Mən düşünürəm ki, bizlər bu uğurlu yolda attığımız addımda ən önəmlisi bizim üçün dəyərli olan, bizim üçün əsas olan bir amili gözdən qaçırmamışıq, həmişə ona diqqət eləmişik. O diqqət elədiyimiz ünsur müştərilərin məmnuniyyəti. Müştərilər bizdən nə qədər məmnun qalarsa, biz gördüyümüz işi nə qədər sevərək görə bilirsə, əgər bu iş bizim işimizdə birinci növbədə müştərinin istədiyinə uyğun olaraq o işin həyata keçirilməsini təmin edə biliriksə, bu bizim üçün ən önəmlisi idi, ən dəyərlisi idi. Bizə uğura aparan yol, bizi bugün bir marka halına, Dekor Dizayn qrupu bir marka halına gətirən yol birinci növbədə düzgün müştərilərimizlə olan ünsiyyətin, iş prinsipinin qurulması idi. Bizim gördüyümüz işin əsas məqsədi ondan ibarətdir ki, biz yaradıcı bir qrup şəklində işə başlamışıq. Bu iş yaratmaq işidir, qurmaq işidir və hər müştərinin özünə görə fərqli bir konsepti, fərqli bir dizayn olduğuna görə bizim hər yaratdığımız işdə istər-istəməz ondan zövq alırıq. Çünki sıfırdan düşünün bir mağaza və ya bir market və yaxud bir gözəllik salonu. Bunlar heç bir şəkildə içərisində heç bir məhsulun olmadığı dörd divar. Və siz burada bir yaradıcılıq həyata keçirirsiniz və bu dəyişdikcə, bu formalaşdıqca, bu gözəlləşdikcə istər-istəməz insan öz işindən, öz gördüyü işdən zövq almağa başlayır. Və bu sizi böyütməyə məcburdur. Çünki siz əgər bir işi görürsünüzsə və o işdən zövq ala bilirsinizsə, böyümək məcburiyyətindəsiniz. Və bu çox önəmlidir. Biz bugünə qədər böyüməyimizin əsas səbəbi bizim hər gördüyümüz işdən aldığımız zövqdür. Bu bizim üçün çox dəyərlidir. Çünki biz işimizi görərkən onu sevirik, ona sayğı duyuruq. O iş bizə çünki böyümək üçün ən önəmli məqsəd, ən önəmli prinsip onun gözəlliyi, onun müştəri məmnuniyyəti və bu işlərdə əsas məqsəd birinci növbədə özünün bu işə göstərdiyin sayğıdır. O işə əgər yetəri qədər sayğı göstərə bilirsənsə, gördüyün işdən həqiqətən məmnunsansa və zövq ala bilirsənsə, o iş sənin üçün deməli ən doğru seçimdir. Mən bunu deyə bilərəm, bizim dekor dizaynda ilk başladığımızda, məsələn, bugün də dekor dizaynın simvolu olaraq bizim qəlbimizdə hər zaman yaşayır. Dekor dizaynın çox gözəl bir əməkdaşı var idi, rəhmətə getdi. Allah qanı rəhmət eləsin. Rəhmətli Həzrət kişi bizim üçün çox dəyərli idi. Çünki dekor dizaynın qurulmasında, dekor dizaynın var olmasında çəkdiyi əziyyətlər, gördüyü işlər və bizim üçün həddindən artıq həm motivasiya cəhətdən, həm işçi qüvvəsi cəhətdən göstərdiyi bizə qarşı olan o vaxtki iş fəaliyyəti bizim ən böyük anımız idi. Çünki onunla yaşadığımız hər dəqiqə bizim üçün çox dəyərli idi və nəticə etibarilə bizə çox motivasiya verirdi işimizdə, çalışmamızda. O bizim üçün həqiqətən dəyərli bir anı olaraq dekor dizaynının tarixində yaşayacaqdır, mən düşünürəm. İkinci bir tərəfdən Azərbaycanda ticarət biznesinin inkişafı təbii, bugünkü gün yaradılan mühit bizə onu imkan verir ki, biz daha çox inkişaf eləməyə, daha çox böyüməyə şərait var. Və bu da buradan təbii bugünkü gün Azərbaycanın Cumhurbaşqanı Sayın İlham Əliyevə təşəkkür edirəm. Çünki yaratdığı bu mühit bizim üçün çox dəyərlidir və biz sahibkarlara göstərdiyi qayğı, diqqət bu çox böyük bizim üçün önəmlidir. Bizə ruhlandırır, bizə güc verir və gələcəyə inamla necə addımlamaq olar, bu bizim üçün ən böyük göstəricidir.